Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz hardware, yəni kompüterin aparat təminatı. Biz öyrənəcəyik elektron hesablama maşınlarının inkişaf mərhələlərini. Deməli, bizə verir birinci nəsil, ikinci nəsil, üçüncü nəsil, dördüncü nəsil, beşinci və altıncı nəsil. Deməli, biz bu nəsillərin bölünməsini, orada olan element bazasını, xarici yaddaş qurğularını və həmçinin də onlar haqqında əlavə başqa nə məlumatlar varsa, onlar haqqında məlumat toplayacağıq. Baxın, birinci nəsil kompüterlər ilk yaranan kompüterlərdir və yadınızda saxlayın ki, ilk yaranan kompüterlər böyük kompüterlər olur. Çox vaxt imtahanda və yaxud da ki, hansısa bir test tapşırıqlarında verir ki, ilk yaranan kompüterlər çox böyük, yəni super kompüterlər olub. Bu səhvdir, səhv fikirdir. İlk yaranan kompüterlərin ölçüləri böyük olub, böyük kompüterlər olur. Çox böyük isə ondan sonra yaranıb, yadınızda saxlayın. Deməli, ilk olaraq yadınızda saxlayın ki, birinci nəsil kompüterlərin element bazası elektron lampalardır. Xarici yaddaş qurğusu isə perfokartdır. Birinci nəsil, yəni ilk yaranan kompüterin element bazası elektron lampalar olub, xarici yaddaş qurğusu isə perfokart olub. Onlar haqqında bəs əlavə nə öyrənə bilərik? Yadınızda saxlayın ki, ilk yaranan kompüterlərdə ancaq riyazi hesablamalar aparmaq olurdu. Yəni belə deyək də, orada mətni informasiya və yaxud da ki, hansısa bir başqa informasiyalar olmurdu. Yalnız riyazi hesablamalar yerinə yetirə bilir. Və burada da yazıb ki, bu nəsil kompüterlərin ölçüləri böyük olur və onlar tez sıradan çıxırdılar. İkinci nəsil kompüterlərdə isə artıq inkişaf elədi. İkinci nəsil kompüterlərdə artıq element bazası yarım keçiricilər oldu, diod və tranzistorlardan təşkil olundu. Xarici yaddaş qurğusu isə maqnit lentdir. Maqnit lent sizə tanış gələ bilər. Biz bunu Straymerdən öyrənmişik və yaxud da ki, öyrənməyənlər də öyrənəcəklər ki, Straymer xarici yaddaş qurğusudur və həmin xarici yaddaş qurğusunda informasiya maqnit lenti üzərində saxlanılır. Baxın, yenə də deyirəm. İkinci nəsil kompüterlərin element bazası yarımkeçiricilər, diod və tranzistorlardır. Xarici yaddaş qurğuları isə maqnit lentdir. Və elə əlavə məlumat olaraq yadınızda saxlayın ki, ilk olaraq mətn tipli informasiyanın emalına ikinci nəsildə başlanıldı. Məsəl üçün, sizə deyə bilər ki, mətn tipli informasiya hansı nəsildə başlandı emal olmağa? Deyəcəksiniz, ikinci nəsil. Alqoritmik dillər nə vaxt simvolik dil kimi istifadə olunmağa başladı? İkinci nəsildə. Həmçinin əsas qurğularla xarici qurğular paralel işləməyə başladı. Yəni, əsas yaddaş qurğuları ilə xarici yaddaş qurğuları bunlar paralel işləməyə başladılar və yadınızda saxlayın ki, sizə aparat və proqram vasitələrinin birgə istifadəsi versə bu üçdür, amma əsas qurğularla xarici yaddaş qurğuları, xarici qurğuların bir-birinə paralel işləməsi, bu isə ikinci nəsildir. Tələbələr bunu qarışdırır. Aparat və proqramın birgə istifadəsi, proqram 3-də yaranıb. Amma əsas qurğularla xarici qurğuların paralel işləməsi bu ikinci nəsildir. Bunu yadınızda saxlayın. Aparat və proqram vasitələrinin birgə istifadəsi desə, bu olacaq üçüncü nəsil. Çünki proqram, əməliyyat sistemi, multiproqram, modul prinsipi, monitor, klaviatura bunlar hamısı üçüncü nəsildə yaranıb. Və üçüncü nəslin element bazası integral sxem və mikroelektronikadır. Və yadınızda saxlayın. Xarici yaddaş qurğusu isə maqnit diskdir. Deməli, birinci olub maqnit lent, yəni ikinci nəsildə olub maqnit lent. Maqnit lentdən sonra yaranıb maqnit disk. Və üçüncü nəsildə dediyim kimi monitor, klaviatura, əməliyyat sistemi, teleemal və s. kimi ən çox yaranan, ən çox inkişaf olan nəsil üçüncü nəsildir. Sizdən belə bir sual da deyə bilər ki, hansı nəsildə daha çox inkişaf baş verib, daha çox belə deyim, inkişaf olunub? Deyəcəksiniz ki, üçüncü nəsil. Və baxırıq dördüncü nəsilə. Dördüncü nəsil kompüterlərin element bazası olub böyük və çox böyük integral sxemlər. Baxın, yadınızda saxlayın. İntegral sxem təkcə desə bu üçüncü nəsildir.
Çox böyük və böyük integral sxemdə isə bu dördüncü nəslin element bazasıdır. Və indi istifadə elədiyimiz, yəni daha doğrusu bir neçə il əvvəl istifadə elədiyimiz flash kartlardır, HDD-dir, SSD-dir, FTD-dir, optik disklərdir. Yəni öyrəndiyimiz xarici yaddaş qurğuları isə, günümüzdə olan xarici yaddaş qurğuları isə dördüncü nəslin xarici yaddaş qurğularıdır. Fərdi kompüterin ilk dəfə yaranması soruşsa sizdən, çox tələbə bunu deyir ki, müəllimə, kompüter axı ilk dəfə birinci nəsildə yarandı. O fərdi kompüter deyildi. O sadəcə çox böyük bir qurğu idi. Çox böyük kompüter idi. Bizdə isə fərdi kompüter. Fərdi kompüterin ölçüsü mikro, mini, yəni balaca olub. Bizə desə ki, fərdi kompüterin yaranması dördüncü nəsil. Bizə desə ki, mikro, mini, qabaret ölçüləri mikro, mini olması deyəcəksiniz dördüncü nəsil. Və ən önəmli cümlə. Tələbələrin çoxu bu cümləni qarışdırır. Əgər sizdən, baxın siz integral sxem sözünü bir burada gördünüz, bir burada gördünüz, bir də burada gördünüz. İntegral sxem əgər element bazası olaraq desə, təkcə integral sxem desə üçüncü nəsildir. Desə ki, hansı nəslin element bazası integral sxemdir? Deyəcəksiniz üçüncü nəslin. Desə ki, hansı nəslin element bazası böyük və çox böyük integral sxemdir? Deyəcəksiniz dördüncü nəsil. İstəsə ki, hansı nəsildir ki, orada əvvəlki nəsillərdən fərqli olaraq informasiya əməli yaddaşda yox, daha doğrusu maqnit nüvələrdə yox, integral sxemlər üzərində qurulub. Burada integral sxemlər üzərində qurulub sözünü görəndə, yəni orada artıq element bazası sözü yoxdursa, deməli o dördüncü nəslə aiddir. Element bazasını tək ancaq belə bir cümlə içərisində siz dördüncü nəslə götürə bilərsiniz. Yəni bu cümləni yadınızda saxlayın. Əzbərləməyə ehtiyac yoxdur. Sadəcə o cümlədə element bazası sözü görmürsünüzsə, deməli maqnit nüvələrdə yox, integral sxemlərdə deyirsə, bu olacaq dördüncü nəsil. 5-ci nəsil və 6-cı nəsil haqqında da məlumat vermək istəyirəm sizə. 5-ci nəsil kompüterləri sadəcə yadınızda saxlayın ki, bu kompüterlər süni intellektdə daha çox istifadə olunur. Yəni süni intellekt bazalarında işləməkdir, yeni interfeys yaratmaqdır. Yəni bu kimi tələblərə, yəni gələcəkdə, yəni bu günün kompüterləridir. Yəni bizim indi istifadə elədiyimiz süni intellekt necə yayılıb? Bu günün kompüterləri, yəni 5-ci nəsil kompüterlərdir. Məsələn, hansısa bir belə deyək, nə isə axtarış eləyirik, o süni intellekt bizə cavab verir, bir məlumat verir, bizə kömək eləyir nə isə yaratmağa. Yəni bu 5-ci nəsil kompüterlərdir. 6-cı nəsildə isə neyrokompüterlərin yaradılmasına əsaslanır ki, burada artıq neyronların əsas xassələrini modelləşdirən bir şəbəkə əsasında qurulacaq. Yəni bu tip kompüterlər robotexnikada geniş şəkildə tətbiq olunur. Yəni optik neyrokompüterlər üzərində hələ ki işlənilir. Yəni bu gələcək kompüterlərdir ki, neyro sözünü harda görsəz 6-cı nəsil götürə bilərsiniz. Gedirik digər hissə, elektron maşınların təsnifatı. Elektron hesablama maşınları müxtəlif əlamətlərinə görə bölünür. Bunların məsəl üçün təyinatına görə bölünməsi var, qabarit ölçülərinə görə bölünməsi var, məhsuldarlığına görə bölünməsi var, işləmə prinsipinə görə və uyğunluğuna görə. Uyğunluğundan başlayaq. Uyğunluğuna görə bölünmə nə deməkdir? Yəni maşının, yəni elektron hesablama maşını deyəndə kompüteri nəzərdə tutur. Kompüterin aparata olan uyğunluğu, əməliyyat sisteminə olan uyğunluğu, proqrama olan uyğunluğu və yaxud da ki, verilənlər səviyyəsində işlənməsinə görə olan uyğunluq. Bunun müxtəlif növləri var. Yadınızda saxlayın. Uyğunluq olur aparat proqram, əməliyyat sistemi və verilənlər səviyyəsində uyğunluq. İşləmə prinsipinə görə növləri analoq, rəqəmsal və hibrid. Biz informasiyanın anlayışında öyrənmişdik ki, informasiyanın iki cür növü var idi, analoq və rəqəmsal. Burada artıq elektron hesablama maşınlarına görə növlərində isə öyrənirik ki, 3 növü var, analoq, rəqəmsal və hibrid. Qabarit ölçülərinə görə və məhsuldarlığına görə növləri, yəni qabarit ölçü deyəndə onun yəni ölçüsünə görə və məhsuldarlığına görə, yaxşı işləməsinə görə, sürətinə görə növləri, superkompüterlər, böyük kompüterlər, orta kompüterlər, mini və mikro kompüterlər. Superkompüterlər ingiliscədir. Azərbaycanca çox böyük kompüterlər deyirik. Yəni Azərbaycanca saysanız çox böyük, böyük, orta, mini, mikro. İngiliscə saysanız super, mainframe, mini, mikro.
Deyəcəksiniz ki, bəs mainframe niyə təkcə dediniz? Axı orada böyüklə orta olmalıydı. Mainframe həm böyük, həm də orta kompüterlərə deyilir. Bunun çox dərinliyə getmək lazım deyil. Sadəcə belə deyək də, ingilislər mainframe deyəndə böyük və orta kompüterləri bir yerdə nəzərdə tuturlar. Böyük və orta hər ikisini nəzərdə tuturlar. Və yadınızda saxlayın, burada yazmışam. Tarixən ilk dəfə böyük kompüterlər yaranıb, böyükdən sonra çox böyük, yəni super kompüterlər yaranıb, superdən sonra orta, ortadan sonra mini, minidən sonra isə mikro, yəni çox kiçik kompüterlər yaranıb. Bunu yadınızda saxlayın. Yenə də deyirəm, böyük, çox böyük, orta, mini, mikro. Təyinatına görə növləri universal, problem yönlü və ixtisaslaşdırılmış növləri var. Universal kompüterlərində bir neçə xarakteristikası var ki, bu xarakteristikaları belə deyək də, onun yaxşı cəhətləridir. Yüksək məhsuldarlığı ola bilər, emal olunan verilənlərin müxtəlifliyi ola bilər, geniş nomenklaturasıdır, böyük həcmli əməliyyatdaşdır və daxil etmə, xaric etmə sisteminin inkişafıdır ki, bunlar universal kompüterlərdə öz əksini tapıb. Və daha sonra keçirik fərdi kompüterlərin təsnifatı. Tələbələr bundan çox qorxur. Yəni deyirlər ki, ay müəllimə, biz bunu necə öyrənəcəyik? Amma yenə də deyirəm, bu hissələrdə əsas adlarını bilməyiniz yetərlidir. Yəni onun haqqında məlumatlar imtahanda düşmür. Subnotebook nədir, necədir, necə istifadə olunur? Yəni hələ ki bu tip məlumatlar imtahanda istifadə olunmur. Sadəcə subnotebookun nə olduğunu bilmək üçün qarşısında yazmışam ki, məsəl üçün bunlar adi bildiyimiz notebooklardır. Sadəcə olaraq bunlar nisbətən kiçik olur və enerjiyə çox qənaət edirlər. Yəni sadəcə olaraq geniş bir məlumat yazmışam. Və 7 cür təsnifatı var. Sizdən soruşsa ki, fərdi kompüterlərin təsnifatına uyğun olanlar hansılardır? Məsəl üçün, stol üstü mininin yerinə götürüb barbonu yazar. Və yaxud da stol üstü kompüterlərin yerinə desktop yazar. Və yaxud da ki, yığcam kompüterlərin yerinə portativ yazar. Və yaxud da ki, cib kompüterlərin yerinə palm-top yazar. Yəni, bu tipli terminləri öyrənin. Məsəl üçün, cib kompüterləri palm-topdur, stolüstü kompüterlər desktopdur və 7 cür növü var. Yəni, fərdi kompüterin təsnifatı, subnotebooklar, desktop, yəni stolüstü kompüterlər, stolüstü mini kompüterlər, smartfonlar, kommunikatorlar, planşet tipli fərdi hesablama, fərdi kompüterlər və palm-top, yəni cib kompüterləridir və yığcam portativ kompüterlərdir ki, bunlar fərdi kompüterlərin təsnifatına aiddir. Və ondan sonra öyrənirik kompüterin strukturu nədir, kompüterin arxitekturası nədir? Ən önəmli hissələrdən biridir. Kompüterin strukturu onun tərkib hissələridir. Yəni, onun içində olan yaddaş qurulardır, mikroprosesordur, xarici yaddaşlardır, nə bilim, LCD-dir, RAM-dır, ROM-dur. Bunlar hamısı, yəni bloklardır, yuvalardır. Bunlar hamısı onun strukturuna aiddir. Yəni, onun tərkib hissələrinə aiddir. Yaxşı, deyəsiniz ki, bəs arxitekturasına da axı tərkib hissələri yazıb. Arxitekturası tərkib hissələri arasında qarşılıqlı əlaqələndirmə qaydalarını öyrənir. Onun ümumi prinsiplərini öyrənir. Bu tipli cümlələri çalışın kod sözlərindən öyrənəsiniz. Özünüz üçün kodlaşdırın ki, kompüterin strukturu desə, onun tərkib hissələri, blok, qovşaq, qurğu və s. axtaracam. Arxitektura desə, qarşılıqlı əlaqələndirmə qaydaları və ümumi prinsipləri, tərkib hissələri arasında qarşılıqlı əlaqələndirmə qaydaları və ümumi prinsipləri. Yaxşı, arxitekturanın da bir neçə növü var. Hesab məntiq imkanları, aparat vasitələri və proqram vasitələri. Biz bugün sizlə öyrənirik aparat vasitələri. Yəni, kompüterin texniki aparat təminatını. Neyman arxitekturalı kompüterin əsas prinsipləri var. Neyman arxitekturası nədir? Neyman arxitekturası, daha doğrusu Neyman ilk kompüteri yaradan alimdir ki, onun bir neçə arxitekturası var. Daha doğrusu əsas prinsipi var. Arxitekturasının əsas prinsipləri var ki, bu 4 cür prinsipi yadınızda saxlayın. Bizə deyir ki, kompüter proqramla idarə olunan avtomatdır. Baxın, proqramla idarə olunan avtomatdır. Bu sözü yadınızda saxlayın. Testlərin çoxunda yazır ki, kompüter avtomatla idarə olunan proqramdır. Bu səhvdir. Kompüter avtomatdır. Necə? Proqramla idarə olunan. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Vahid. Çox vaxt yazır ki, kompüter paralel ünvanlanan vahid yaddaşa malikdir. Səhvdir. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur və verilənlərin təyin olunması aparat səviyyəsinə yox, proqram səviyyəsinə aparılır.
Burada da yazır ki, çox vaxt verilənlərin təyin olunması proqram səviyyəsində yox, aparat səviyyəsində aparılır. Yəni düzgün cümlələri qurmağı, onu dərk eləyin ki, proqram, daha doğrusu verilənlər aparat yox, proqram səviyyəsində aparılır. Çünki proqram daha çox inkişaf eləyib. Aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır təyin olunma. Daha doğrusu sonra kompüter arxitekturası, yəni Neumann arxitekturası daha doğrusu bu tip kompüterlər iki hissədən ibarətdir. Yəni bizim bildiyimiz bütün kompüterlərin iki hissəsi var. Mərkəzi hissə və periferik hissə. Mərkəzi hissə üç yerə bölünür. Və yaxud da iki yerə də deyə bilərsiniz. Mikroprosesor və daxili əsas yaddaş qurğuları. Mikroprosesorun üç növü var. Yəni üç əsas işi var, belə deyək. Mikroprosesor hesab məntiq qurğusudur və idarə etmə qurğusudur. Deyəcəksiniz ki, mikroprosesor haqqında biz məlumat bilmirik. İndi inşallah burada mən sizə məlumat verəcəm. Sadəcə olaraq bilin ki, mərkəzi hissəyə aiddir. Hesab məntiq qurğusu, idarə etmə qurğusu və daxili yaddaş qurğuları. Periferiya hissəsinə aiddir. Giriş-çıxış qurğuları, buna daxil etmə, xaric etmə də deyə bilər. Giriş-çıxış və yaxud da ki, daxil etmə, xaric etmə qurğuları, xarici yaddaş qurğuları və idarə etmə pultu. Və mərkəzi hissə ilə periferik hissəni bir-biri ilə əlaqələndirən vasitəyə sistem interfeysi deyirlər. Sistem interfeysi. Baxın, mərkəzi hissə ilə periferiya hissəsini bir-biri ilə əlaqələndirən aparat proqram vasitəsinə sistem interfeysi deyirlər. Mikroprosesor nədir? Mikroprosesor kompüterin beynidir. Kompüter bütün verilənləri, informasiyanı həmin mikroprosesor vasitəsilə emal eləyir. Həmin hesablamadır, idarə olunan hər şey, bunlar hamısı mikroprosesor vasitəsilə gedir. 3 dənə ifadə var ki, bunları harda görsəniz mikroprosesor götürəcəksiniz. Hesab məntiq qurğusu, idarə etmə qurğusu və emal qurğusu. Harda emal görsəz, harda idarə etmə görsəz, harda hesab məntiq görsəz, olacaq mikroprosesor, qısalması isə CPU. İnşallah biz say sistemlərini keçəndə, orada ikilik say sistemlərini keçəcəyik ki, həmçinin doğru, yanlış, true, false, məntiqi kəmiyyətlər keçəcəyik. Mən orada ikilik kodları sizin yadınıza salacağam. İkilik kodlar, yəni 0-1, informasiyanı 0-1 şəklində emal eləyən qurğu mikroprosesor adlanır. Yadınızda saxlayın. 0-1, yəni ikilik kodlar vasitəsilə emal eləyir. Mikroprosesorda mikrosxemlər olur. Həmçinin mikroprosesorun xanaları, oyuqları registr adlanır ki, registr özü də daxili yaddaş qurğusudur. Burada emal olunma vasitələri, yəni bunlar həmçinin özü mikroprosesorun içində olduğu üçün emal olunma falan hamısı registrda da baş verir. Sadəcə mikroprosesorun xanaları registr adlanır. Bunu yadınızda saxlayın. Və mikroprosesorun içində 2 dənə ötürücü xətt var ki, əməli yaddaşa 2 dənə ötürücü xətt keçir ki, bunlar şinlər adlanır. Biri ünvan şini adlanır, biri də verilənlər şini adlanır. Verilənlər şini, şin nədir ümumiyyətlə? Şin naqildir. Yenə də deyirəm. Əməli yaddaşa, mikroprosesordan əməli yaddaşa 2 dənə ötürücü xətt gedir. Yəni naqil gedir. Onların biri ünvan şinidir, biri verilənlər şinidir. Mikroprosesorun əsas parametrləri var. Tak tezliyi, prosesorun mərtəbəliliyi, əmrlər toplusu, işçi gərginlik və keş yaddaşın həcmi. Deməli, burada nəyi tam başa düşməlisiniz? Mikroprosesorun parametrləri bunlardır. 5 dənə parametri var. Bir dənə bunu bilsəz kifayətdir. Və bilin ki, tak tezliyi, tezlik, baxın tezlik. Bu, 1 saniyədə yerinə yetirilən əməliyyatlardır. 1 saniyədə nə qədər çox əməliyyat yerinə yetirilirsə, tak tezliyidir. Tezliyin impulsiv getməsini göstərir. Və ölçü vahidi hertzdir. Megahertz, gigahertz və s. ola bilər. Əsas odur ki, hertzdir, yəni tezlikdir. Yəni bunun məsəl üçün deyirlər ki, tak tezliyini ölçü vahidi byte, kilobyte. Xeyr, yadınızda saxlayın. Tak tezliyinin ölçü vahidi hertzdir, megahertzdir və gigahertzdir. Prosesorun mərtəbəliliyi bir takt ərzində emal olunan informasiyanın bitlərinin sayıdır. Deyəcək ki, 1 saniyədə yerinə yetirilən əməliyyatlar sayı deyəcəksiniz takt tezliyidir. Bir takt ərzində yerinə yetirilən informasiya bitlərinin sayı. Onda deyəcəksiniz mərtəbəlilik. Bu 5 dənəsini mütləq yadınızda saxlayın ki, bunlar əsas parametrlərə aiddir. Takt tezliyi, prosesorun mərtəbəliliyi, əmrlər toplusu, işçi gərginliyi, keş yaddaşın həcmi. Keçirəm ən önəmli hissəyə.
Yaddaş qurğuları funksional baxımdan iki yerə bölünür. Xarici yaddaş və daxili yaddaş. Daxili yaddaş əsas yaddaşdır. Bizə desə ki, mənə əsas yaddaşları say və yaxud da ki, bunlardan biri hansı əsas yaddaşdır və yaxud da ki, sürətinə görə əsas yaddaşları artan sırayla düz və s. və ilaxır. Burada bilməlisiniz ki, əsas yaddaş qurğuları RAM-dır, ROM-dur, cache-dir, registerdir, video yaddaşdır, flash yaddaşdır, həmçinin CMOS-dur. RAM haqqında danışacağım sizin üçün. RAM nədir? RAM-ın digər adları var. Məsəl üçün, RAM yazmaz, fəal yaddaş yazar. RAM yazmaz, operativ yaddaş yazar. RAM yazmaz, əməli və yaxud da ki, müvəqqəti yaddaş yazar. Random Access Memory açılışı budur. Adı RAM-dır. Amma Azərbaycan dilinin adına əməli yaddaş, operativ yaddaş, fəal və müvəqqəti yaddaş da deyilir ki, siz bunu imtahanlarda, dimin testlərində görə bilərsiniz. İnformasiyanın müvəqqəti saxlanılması desə, ötürülmə, qəbul edilmə desə, deyəcəksiniz ki, bu RAM-dır. Ən böyük həcmli daxili yaddaşdır. Baxın, yadınızda saxlayın. Ən böyük həcmli yaddaş yox ha, ən böyük həcmli daxili yaddaş. Çünki bu 7 dənə saydığım qurğu var. RAM, ROM, cache, register, CMOS, video yaddaş, flash yaddaş. Bunların arasında ən böyüyü RAM-dır. Və RAM-ın iki növü var. Statik və dinamik. Və RAM ana plata üzərində DDR slotuna taxılır. DDR sözünü yadınızda saxlayın. Ana platanın üzərində 13 dənə qurğu var. Bunların hamısını indi öyrənəcəyik. Ana plata üzərində olan qurğuları hamısı DDR slotuna taxılır. Bunu yadınızda saxlayın. Ana plata üzərində RAM DDR slotuna taxılır və RAM-ın iki növü var. Statik və dinamik. Və RAM elektrik enerjisindən asılıdır. Elektrik enerjisindən asılı olmaq nə deməkdir? Bunu sizə izah edeyim birincisi. Elektrik enerjisindən asılı olmaq o deməkdir ki, məsəl üçün, mənim kompüterimin adapteri qurtardı, yəni zaryadka qurtardı, söndü kompüterim. Məsəl üçün, mən kompüteri açanda artıq mənim kompüterim bu PDF-i açmayacaq da mənə, sıfırdan açılacaq. Windows yenidən yüklənəcək. Açanda, yəni sıfırdan başlayacağam əməliyyata. Bu o deməkdir ki, artıq məlumatlar getdi. Yəni, əgər bu getdisə, deməli, artıq bu məlumatlar RAM-da saxlanılır. Həmçinin yadınızda saxlayın ki, mən burada nəsə bir yazı yazıramsa, bu RAM-da saxlanılır. Və yaxud da ki, siz YouTube-da açıb hansısa bir videoya baxırsınızsa, bu RAM-da saxlanılır. Və yaxud da ki, siz məsəl üçün, Word-da hansısa bir sənədi hazırlayırsınızsa, bu RAM-da saxlanılır. Yəni, yerinə yetirilən, qəbul olunan, ötürülən, saxlanılan bütün informasiyalar RAM-da saxlanılır. Bir dəfəlik çox uzun müddətli saxlanılan informasiya yox ha. Prosta hələ ki, məsəl üçün, mən bunu yazıram, bu burada saxlanılır, düzdür? Göstərilir də sizə. Deməli, bu RAM-dadır. Amma əgər kompüter sönsə, o informasiya getsə, deməli, bu RAM-da saxlanılır. Və həmçinin də yadınızda saxlayın, RAM-da olan bütün informasiyalar kompüter sönəndən sonra itir. Yəni, gedir. RAM ancaq kompüter işlək olanda aktiv olur. Yaxşı, indi ROM nədir? ROM daimi yaddaşdır. Daimi. Sadəcə oxuna bilir bu yaddaş. ROM-un içərisində BIOS proqram toplusu var ki, bu BIOS proqram toplusunun içərisində Windows əməliyyat sistemi saxlanılır. Necə? Yəni, biz kompüteri yandıranda ilk olaraq BIOS hərəkətə keçir. BIOS-un içərisində də 2 dənə proses var. Boot, bir də post. Bu 2 dənə proses, boot, bir də post, başlayır hərəkətə. Deməli, baxın, burada da qeyd edir. Deyir ki, kompüter istehsal olunanda daxilində yeganə proqram BIOS olur. BIOS xarici yaddaş, yəni sərt diskdən informasiyanı götürür, əməli yaddaş, yəni əməliyyat sistemini götürür, RAM-a yükləyir. Sərt diskdən RAM-a yükləyir. Bunu boot eləyir. Postu isə həmin zaman ana kartın üzərində olan qurğuları yoxlayır. Yenə də deyirəm. Biz kompüteri yandıranda birinci belə mavi ekran açılır. Yəni, tünd mavi rəngdə ekran açılır. Həmin o saniyə, 1-2 saniyə elə aktiv olur da. Həmin o 1-2 saniyə içərisində boot və post prosesi gedir. Yəni, sərt diskdən RAM-a əməliyyat sistemi yüklənir. Yüklənən zaman post onu yoxlayır, görüm nəsə problem var. Yoxlama, testləşdirmə prosesi bitəndən sonra əməliyyat sistemi açılır. Artıq Windows-un ikonu gəlir.
Yəni, bunlar hamısı ROM-da saxlanılır və bunlar elektrik enerjisindən asılı deyil. Yəni, biz deyə bilmərik ki, kompüter sönsə, ROM itəcək. Yox, zaten ROM kompüter sönülü olanda da, yanılı olanda da fərqi yoxdur. Yəni, həmişə qalır, daimidir. Adından baxın, daimi yaddaşdır. ROM daimi yaddaşdır və bu sadəcə oxuna bilən yaddaşdır. Elektrik enerjisindən də asılılığı yoxdur. Və bir də BIOS-un tərifini yadınızda saxlayın ki, BIOS-un tərifi əsas giriş-çıxış baza sistemidir. Əsas giriş-çıxış baza sistemidir. Keçirəm keş. Keş nədir? Keş əməli yaddaşa müraciəti sürətləndirir. Keş əməli yaddaşa müraciəti sürətləndirir. Yanvar imtahan sualı olub, yadınızda saxlayın. Desək ki, ən sürətlidir, bu olacaq registr. Ən sürətli yaddaş registrdir. Registrdən sonra registr olmasa, məsəl üçün desə ən sürətlidir, keşi götürə bilərsiniz. Keş də sürətlidir. Amma ən sürətlisi birinci registrdir, sonra keşdir. Və yadınızda saxlayın ki, iki səviyyəli keş var. İki səviyyəli keş var. Bu keşlərdən biri birinci səviyyəli və ikinci səviyyəli. Birinci səviyyəli keş yerləşir mikroprosesorun daxilində. Yəni təsəvvür edin ki, bu mikroprosesordur, yəni CPU-dur. Həmin keş yerləşir bu mikroprosesorun daxilində. Bir dənə də keş var ki, bu mikroprosesorla RAM arasında yerləşir. Bu RAM-ın arasında yerləşir. Mikroprosesor RAM-ın arasında bu formada yerləşir. Burada yazıb ki, ana platanın üzərində yerləşir. Bunu çaşdırmayın. Zaten bunlar hamısı CPU doramda, ikisi də ana platanın üzərindədir. Yəni, bu dediyi də zaten ana platanın üzərindədir. Sadəcə olaraq bu birinci mikroprosesorun üzərindədir, sonra ana platanın üzərindədir. Yəni, belə baxanda birinci hara yapışıb? Mikroprosesora. Mikroprosesor amma özü də ana platanın üzərindədir. Məsəl üçün, yazar ki, birinci səviyyəli keş ana plata üzərində yerləşmir. Bu səhvdir. Ana platanın üzərində yerləşir. Mikroprosesorla RAM-ın arasında yerləşən isə ikinci səviyyəli keşdir. Bunu yadınızda saxlayın. Və keş elektrik enerjisindən asılıdır. Məsəl üçün, siz hansısa bir Word açanda və yaxud Excel açanda o biraz, məsəl üçün, gec yüklənir də. 2-3 saniyə vaxt çəkir onun yüklənməsi. Məsəl üçün, biraz gec yüklənməsi və yaxud da biraz tez yüklənməsi bunlar keşdən asılıdır. RAM, məsəl üçün, aktiv olanda keş də aktiv olur həmçinin. Hansısa bir proqramı açanda keş onu tez bir zamanda açır. RAM-ı birinci dəfə, məsəl üçün, özünüz yoxlayın. Birinci dəfə RAM açanda, daha doğrusu Word açanda, birinci dəfə Word açanda Word biraz gec yüklənir. Amma məsəl üçün, açdığınız Word-dən çıxıb, bir də təzədən gedib açanda o daha sürətli açılır. O deməkdir ki, keş tez bir zamanda açır da, yəni müraciəti daha sürətləndirir. Yəni, keş nə üçündür? Müraciəti sürətləndirmək üçündür. Məsəl üçün, keş nə qədər sürətlidirsə, nə qədər yaxşı işləyirsə, nə qədər tutumu çoxdursa, onda sizin informasiyalarınız daha tez sürətli açılacaq, daha tez sürətli ötürüləcək. Yəni, bunun əməli yaddaşı olan müraciəti hamısını keş yaddaş yerinə yetirir. Registr. Registr bayaq dediyimiz kimi mikroprosesorun oyuqlarında yerləşir, xanalarında yerləşir. Bu sizin üçün mikroprosesoru, yəni izah eləyəndə demişdim ki, mikroprosesorun xanalarında, oyuqlarında yerləşən olacaq registr. Registr ən kiçik həcmli yaddaşdır, həmçində ən sürətli informasiya mübadiləsi edən yaddaşdır və elektrik enerjisindən asılıdır. Yəni, registr elektrik enerjisindən asılıdır, ən sürətlidir və ən kiçikdir. Bunu yadınızda saxlayın. CMOS. CMOS elektrik enerjisindən asılı deyil. Niyə? Çünki CMOS kompüterin konfiqurasiyasıdır, vaxtdır, paroldur, tarixdir kimi verilənləri saxlayan dinamik yaddaşdır. Yadınızda saxlayın. Kompüterin konfiqurasiyası desə, vaxtı desə, parolu desə, tarixi haqqında məlumatları yadda saxlayır desə, bu olacaq CMOS. Məsələn, sizə belə bir izah verim. Kompüteri söndürürük. Kompüter məsəl üçün axşam saat 10-u göstərir. Məsəl üçün, kompüteri söndürürük, səhər saat 7-də açırıq. Biz kompüteri açanda bizə dünən saat 10-u yox, bugün səhər saat 7-ni göstərir. Yəni, davamlı olaraq saat gedir, işləyir.
kompüter sönülü olsa da, yanılı olsa da fərq yoxdur. Niyə sönməsini misal göstərdim? Çünki elektrik enerjisindən asılı deyil deyir. Yəni bu o deməkdir ki, kompüter sönülü olsa da, yanılı olsa da CMOS işləyir. Çünki siz bilirsiniz ki, kompüter yanılı olanda da vaxt, tarix gedir, işləyir, sönülü olanda da həmçinin. Sizə harda konfiqurasiya desə, vaxt, parol, tarix desə götürəcəksiniz CMOS. Video yaddaş ekrana çıxarılan təsvirləri, yəni saxlamaq üçündür. Həmçinin bu da elektrik enerjisindən asılıdır. Flash yaddaş isə yenidən proqramlaşdırıla bilən yaddaşdır. Yenidən sözü ancaq flash yaddaşda var. Bu mövzuda yenidən sözü ancaq flash yaddaşda var. Yadınızda saxlayın. Yenidən proqramlaşdırıla bilən daimi yaddaş flash yaddaşdır və elektrik enerjisindən asılı deyil. Elektrik enerjisindən asılı olmayanları yadda saxlamaq üçün sizə belə bir kod verəcəm. Deməli, ROM, CMOS, bir də flash yaddaş. Bunun da qısalması EPROM-dur. Yəni EPROM. ROM, CMOS, EPROM. Bu üçü elektrik enerjisindən asılı deyil. ROM, CMOS, EPROM. Bu üçü elektrik enerjisindən asılı deyil. Üçündə də O hərfi var. Video yaddaş yox ha. Video yaddaşın genişlənməsi VRAM-dır. Burada yoxdur O hərfi. Amma EPROM flash yaddaşın qısalmasıdır ki, burada O hərfi var. ROM, CMOS, EPROM. Bunlar elektrik enerjisindən asılı deyil. Səs kartıdır, video kartıdır. Bunlar çevirici qurğu kimi istifadə olunur. Buna səs adapteri, səs platası, video plata da deyə bilər. Ümumiyyətlə yadınızda saxlayın. Bunu tələbələrə həmişə deyirəm. Kart bərabərdir plataya, plata da bərabərdir adapterə. Bu üç dənə termin eyni şeydir. Özünüz üçün qeyd eləyin. Yəni sinonim sözlərdir. Kart, plata, adapter. Səs kartı, səs platası, səs adapteri eyni qurğulardır ki, bunlar çevirici qurğu kimi istifadə olunur. Səsin saxlanması, videonun saxlanması üçün. Və bu qurğuları, yəni bizim indi öyrəndiyimiz daxili yaddaş qurğularını sürətinə görə düzüb. Ən sürətlisi registrdir. Ondan sonra sürətlisi keşdir. Ondan sonra sürətlisi RAM-dır. RAM-dan sonra da xarici yaddaş qurğuları. Və indi də öyrənəcəyik ki, xarici yaddaş qurğuları arasında ən sürətlisi SSD-dir. Buna da konkret olaraq SSD yaza bilərik. Tutumuna görə ən kiçiyi registrdir. Baxın, artıq kiçikdir. Registr ən kiçiyidir. Ən kiçiyi ondan sonra registrdən sonra keşdir. Keşdən sonra ən kiçiyi RAM-dır. Amma RAM daxili yaddaş qurğuları arasında bayaq dedik ki, ən böyükdür. Amma daxili yaddaş qurğuları arasında. Baxın, biz bayaq dedik ki, RAM ən böyük həcmli daxili yaddaş qurğusudur. Bu daxili sözünə diqqət eləyin. Daxili verməsə, RAM ən böyük deyil. Ən böyük olan xarici yaddaş qurğularıdır. Flash kart məsəl üçün, SSD məsəl üçün ən böyüyü bunlardır. Amma ən böyük daxili yaddaş soruşsa, bu CMOS-dur, ROM-dur, keşdir, registr, bunların arasından ən böyüyü RAM-dır. RAM-dan böyük olan isə xarici yaddaş qurğularıdır ki, bu SSD ola bilər, SSD ola bilər, flash kart ola bilər, streamer ola bilər və s. və ilaxır. Yadınızda saxlayın. Registr ən kiçik yaddaşdır. Ondan sonra keş böyükdür. Ondan sonra RAM böyükdür. RAM-dan da sonra da böyük olan xarici yaddaş qurğularıdır. Keçirəm xarici yaddaş qurğuları haqqında danışmağa. Deməli, xarici yaddaş qurğuları haqqında siz belə deyim, SSD-dir, FTD-dir, SSD-dir, bunlar haqqında öyrənəcəksiniz. Deməli, məsəl üçün SSD. SSD-nin digər adı Winchester-dır, sərt maqnit diskidir və bərk maqnit diskidir. Böyük həcmli xarici yaddaş qurğusudur. Niyə ən böyük demirəm? Çünki SSD-dən ən böyüyü, yəni SSD-dən böyük olan qurğu streamerdir. Baxın, bu çox böyük həcmlidir. Streamer. Ən böyüyü streamerdir. Streamerdən sonra böyük olan SSD-dir. Bunu özünüzdə qeyd eləyin. Yəni bilin. SSD böyükdür, amma ən böyük deyil. Ən böyüyü streamerdir. Streamerdən sonra böyük olan SSD-dir. Və Winchester disk yeganə xarici yaddaş qurğusudur ki, sistem blokunun daxilində yerləşir və ana plataya birləşməsinə görə ATA, SATA, ID növləri var. Bunu yadınızda saxlayın. Yenə də deyirəm. SSD, yəni Winchester disk
yeganə yaddaş qurğusudur ki, sistem blokun içində yerləşir və ana plataya birləşməsinə görə ATA-SATA ID növləri var. FTD. FTD-nin digər adları yumşaq ola bilər, çevik ola bilər, disket ola bilər. Ən çox imtahanlarda düşən disketdir, elastik disk ola bilər. Bunun digər adlarıdır. Və ən kiçik həcmli xarici yaddaş qurğusudur. Ən balacası FTD-dir. Və FTD-nin tutumu 1,44 megabaytdır. Yadınızda saxlayın. SSD ən sürətlisidir. Sonra CDR, CDR-W var bizdə. CD ümumiyyətlə kompakt diskdir. Azərbaycanca da kompakt diskdir. Yəni məsəl üçün tələbələr soruşur ki, CD-nin Azərbaycan dilli adı nədir? Kompakt disk. Bəzi kitablarda, mənbələrdə optik disk də adlanır. CD optik disk və ya da kompakt diskdir. Deməli tutumu 700 megabaytdır. İstər CDR, istər CDR-W-nun tutumu 700 megabaytdır. Və yadınızda saxlayın ki, CDR ilə CDR-W-nun fərqi nədir? CDR prosta oxuna bilən yaddaşdır. Yəni, məsəl üçün, əvvəllər daha çox istifadə olunurdu bu. Kimsə gedib, məsəl üçün, disk alırdı. Məsəl üçün də deyim, musiqi diski. Mahnı oxumaq üçün. CD musiqidir də, onsuz da səs ötürür. Məsələn, bir dənə musiqi diski alırdı. Onun içində nə musiqilər var idisə, ancaq onlara qulaq asmaq olurdu. Yəni, ancaq onlara qulaq asırdı. Başqa nə isə mahnı yükləmək olmurdu içinə, başqa səs yükləmək olmurdu. Yəni, ancaq mahnıya qulaq asmaq olurdu onda. Amma CD-RW disklərində, yəni əgər yanında W varsa, burada istəsəniz onun içində olan mahnıları silib, öz istədiyiniz mahnıları yükləyə bilərsiniz və yaxud da xoşunuza gəlməyənləri silə bilərsiniz. Yəni burada artıq redaktda işləri aparmaq, əlavələr eləmək mümkündür və dəfələrlə yazılıb, dəfələrlə oxuna bilən diskdir. Amma CD-R sadəcə olaraq, yəni orada olan nə varsa onu prosta qulaq asırsan, vəssalam. Amma CD-RW dediyim kimi əlavə olaraq oradan mahnılar yükləmək və yaxud da ki, mahnılar silmək mümkündür. DVD-R, DVD-RW da həmçinin eyni tipajdadır. Yəni DVD-R ilə DVD-RW-nun da arasında fərq odur ki, DVD disklərində informasiya, məsəl üçün toy disklərini misal göstərmək olar ki, onların içindəki informasiyanı ancaq oxumaq olurdu. Yəni açıb baxırdın, qoyurdun yerinə. Məsələn, onu nə silmək olurdu, nə orada əlavələr eləmək olurdu, əlavə nəsə yükləmək olurdu. Yəni bu mümkün deyildi. Amma indi yəni DVD-RW disklərində, yəni ondan sonra yaranan disklərdə dəfələrlə yazılıb oxunmaq mümkündür. Yəni silinir, təzədən oxunur və yaxud da ki, əlavələr olunur. DVD disklərinin Azərbaycanca adı rəqəmsal video diskdir və bunun tutumu 4,7 gigabaytdan 17,4 gigabayta qədərdir. Dəyişir yəni tutumu. 4,7 gigabaytdan 17,4 gigabayta qədər dəyişir. Flash kart haqqında çox uzun danışmayacağam, çünki flash kartların tutumu bilirsiniz ki, fərqli olur. Əsas flash kartlar haqqında bir dənə bilin ki, yaddaşın həcmi, əsas xarakteristikası USB növüdür. Yəni USB vasitəsilə qoşulur. Uzun müddət saxlamaq üçün istifadə olunan xarici yaddaş qurğusudur. Strimer bayaq maqnit lenti dedim, ikinci nəsildə. İkinci nəsildə bildik ki, element, daha doğrusu xarici yaddaş qurğusu maqnit lenti idi və məlumatı maqnit lenti üzərində saxlayan çox böyük həcmli xarici yaddaş qurğusu olacaq strimerdir və bu çox yavaşdır, qiyməti çox ucuzdur, amma bu elə bir qurğudur ki, heç vaxt virusa yoluxmur. Blu-ray. Blu-ray-in sadəcə bilin ki, ortalama tutumu 25 GB-dır və Blu-ray-də istədiyiniz səsdir, videodur və yaxud da ki, başqa, yəni nə istəsəniz oxuya bilərsiniz. Yəni belə deyək də, oxuna bilən diskdir. Yəni səsi də, videonu da, başqa, yəni olan hər şeyi oxuya bilir. Yaddaş qurğuları birbaşa və ardıcıl ünvanlanan olur. Birbaşa nədir, ardıcıl nədir? Məsəl üçün, toy diskinə baxırsınız. Toy diskində məsəl üçün deyirsiniz ki, gəlin 25-ci dəqiqədən sonraya baxaq. 25-ci dəqiqədən sonraya əgər tıklayanda, yəni məsəl üçün bu vaxtı da, deyək ki, məsəl üçün siz 25-ci dəqiqədən sonraya baxmaq istəyirsiniz, bura tıklayırsınız. 25-ci dəqiqədən sonraya baxmaq üçün tıklayanda əgər oradan sonranı oxuyursa, deməli bu birbaşa
ünvanlıdır. Birbaşa ünvanlanan diskdir. Məsələn, biz bilirsiniz ki, CD-dir, DVD-dir, flash kartdır, LCD-dir. Bunlar hamısı birbaşa ünvanlanan disklərdir. Amma Straymer birbaşa deyil, ardıcıldır. Ardıcıl nə deməkdir? Siz nə qədər 25-ə tıklasanız da o 25-dən oxumayacaq. O başdan başlayacaq, oxuya-oxuya gedəcək başdan. Yəni yavaş-yavaş başdan başlayacaq, oxuyacaq. Niyə? Çünki Straymer maqnit lent üzərində saxlanılır. Yəni orada məlumat maqnit lent üzərində saxlanılır və lent yavaş-yavaş fırlandıqca məlumat başlayır oxunmağa. Ona görə o birbaşa oxuna bilmir. O ardıcıl oxunan diskdir. Yəni məsəl üçün sizə deyər ki, ardıcıl ünvanlanan yaddaş qurusu hansıdır? Deyəcəksiniz Straymer. Qalanları hamısı birbaşadır. Giriş və çıxış qurğuları. Bu hissəyə qədər keçəcəm. Qalan hissə, yəni giriş-çıxışı da öyrənin. Qalan hissə ikinci hissəyə aid olacaq. Deməli, giriş-çıxış qurğularında nəyi öyrənəcəksiniz? Giriş qurğusu daxil etmə qurğusudur. Çıxış qurğusu xaric etmə qurğusudur. Giriş və çıxış qurğusu isə iki funksiyalı qurğudur. Deməli, giriş qurğusu daxil etmə də deyə bilərik, çıxış qurğusu xaric etmə də deyə bilərik. Giriş və çıxış qurğusu isə iki funksiyalıdır. Çıxış qurğularını mütləq öyrənin. 6 dənə çıxış qurğuları var. Printer, plotter, proyektor. P. Printer, plotter, proyektor. Monitor, kolonka, səs ucaldıcı, yəni dinamik qurğular və qulaqlıq. Bunlar hamısı çıxış qurğularıdır. Ondan sonra giriş-çıxış qurğuları. Giriş-çıxış qurğuları Straymerdir. Yəni bayaq dediyimiz xarici yaddaş qurğusu, giriş-çıxış qurğusudur. Toxunmalı ekrandır. Yəni burada düzdür, monitor dediyi çıxış qurğudur, amma burada toxunma da var deyə bu həm girişdə, həm çıxışdır. Faks, modem, bunlar həm girişdə, həm çıxışdır. Səs kartı və video, daha doğrusu səs kartı və şəbəkə kartı, bu isə həm giriş, həm çıxış qurğularına aiddir. Yəni 6 dənə də həm giriş, həm də çıxış qurğusu var ki, Straymer, touchscreen, faks, modem, səs kartı və video kartı. Qalan bütün qurğular giriş qurğularına aiddir. Klaviaturadır, skanerdir, rəqəmli kameradır, mikrofondur, mousedur. Mouseun hətta növlərini verə bilərsiniz. Joystick deyər, məsəl üçün çaşmayın. Joystick mouseun növüdür. Touchpad mouseun növüdür. Copypad, pen mouse, trackball bunlar hamısı giriş qurğularıdır. Digitizer giriş qurğusudur. TV tuner, CD-ROM, MIDI klaviatura bunlar hamısı giriş qurğusudur. Və yadınızda saxlayın ki, MIDI klaviatura musiqinin yazılması üçündür. Yəni musiqi notlarla olan musiqilər var ha. Bunlar hamısı belə deyək, məlumatı yazmaq istəyirsinizsə, hansısa bir vərəqə filan yazılırsa, onlar hamısı MIDI klaviaturalar vasitəsilə yazılır. Yəni giriş qurğularıdır. Bura qədər olan hissə hərdviyənin birinci hissəsidir. Kompüterin əsas tərkib hissələrini isə ikinci hissədə izah eləyəcəm. Yəni bura qədər olan hissəsi birinci hissə öyrəniləcək hissədir. Bu qədər. Qulaq asdığınız üçün təşəkkür eləyirəm. Nəsə sualınız olsa, burada yazdığım əlaqə nömrəsi ilə məni sual verə bilərsiniz. Başqa nəsə sualınız olsa, PDF-i istəsəniz nömrəyə yazarsınız, mən sizə göndərərəm. Çox sağ olun dinlədiyiniz üçün, sağ olun.